Müsibətlər öz evladlarımıza gələndə necə, yəni nə fikirdə olmalıyıq? Allah sizdən razı olsun. Həqiqətən gözəl bir sualdır. Qardaş soruşur ki, bizə hər hansı bir bəla gələndə biz deyirik ki, bu bizim günahlarımızdandır. Digər qardaşlara bir bəla gələndə deyirik ki, bu onun üçün imtihandır. Belə zənn edirik. Və bir də görürsünüz ki, bizim evlatlarımıza da belə bir şeylər baş verir. Məsəl üçün, gözü xəstədir, ayağı xəstədir və s. Bu kimi hallarda bunu nə cür qələmə verək? Əsl odur ki, imtihan da olur, bəlalar da olur. İmtihan da olur, bəlalar da olur. Hər iki halın ikisində də elhamdülillah. Hər iki halın ikisində də elhamdülillah. Bu birinci məsələ. İkinci məsələ, subhanallah, bizdə o qədər günahlar var ki, adam başına bir bəla gələndə utanır ki, desin ki, bu imtihandır. Yəni, niyə görə? İmtihanı Allah Subhanahu taala salih qullar edir də. Peyğəmbərləri, fikir verirsiniz, peyğəmbərlərin imtihanlarına. Sahabələri, alimləri, böyük, dahi insanları. Baxırsan ki, subhanallah, bizim halımız, yəni, o halda deyil. Biz onlar kimi deyilik. Bu bizim üçün %100 günahlardır. İbn-i Qayyim rahiməhullah gətirir bu məsələni ki, evladlarda olması. Evladlar. Orada qəşəng məsələlərə toxunur. Buyurur ki, rahiməhullah, ola bilsin ki, deyəsən, evladların deyəsəndən uzaqlaşsın və yaxud evladlarını itirə biləsin. Bu deyəsən, günahlarının müqabilindədir. Valideynlərin günahları uşaqlarda da səbəb olur. Yəni, nəticə baxımından görürsən ki, valideynlər günah edir, ata və yaxud ana. Nə olur? İnsan görürsən ki, evladlarında nələrsə baş verir, Allah qorusun. Bunu ata-ananın günahlarındandır. Sanki Allah subhanahu teala ayılması üçün. İmtihanlar və bəlalar. İmtihanlar, Allah-u aləm, və yaxud dediyim kimi, salih insanlarda, təqvalı insanlarda və bir də ki, imtihanlar elədir ki, insan özünü bilir. İnsan bilir ki, bu onun üçün imtihandır. Səbr eləyir, dözür. Yəni, belə vaxtlar olur ki, elə vaxtlar insan öz-özünün alimi olur, öz-özünün fətvasını verə bilir, bir mənada, belə deyək. Alim o nöqteyi nəzərdən. Özünün nəfsindən fətva verir ki, bəli, bu mənim imtihanımdır. Yəqin məsələni bilir də. Amma əksər hallarda insan özünü bilir də, düzdür. İnsan Allahdan sonra özünü yaxşı tanıyır. Bilir ki, subhanallah, bu mənim günahımın müqabilindədir. Əl-cəzəu min cinsil əməl deyilən bir qayda var şəriətdə. Yəni, əməlin cinsindən olur da, işlər əməlin cinsindən olur. Yəni, insan hansısa bir şey eləyir, hansısa bir söz danışır, o söz ona da deyilir hansısa. Və yaxud kiməsə qarşı bir zülm edir, o zülm ona da qarşı işlənilir. Onda fikirləşsən ki, subhanallah, bir vaxtla mən də bunu etmişdim. Bir vaxtla mən də bunu demişdim. Bir dəfə bir qardaş danışır, deyir ki, bir qardaşla görüşdüm, deyir, sübh namazında. Dedim ki, cəmaat içərisində. Dedim ki, qardaş, neçə vaxtlardır, neçə günlər sən sübh namazına görməm gəlirsən. Niyə gəlmirsən məscidə? Əslində bu üslub deyil də, bu belə demək olmazaq cəmaat içində. Hə, cəmaat hamı məscidə gəlir sübh namazı, sən də yatırsan evdə, subhanallah. Belə eləmək olar mı Allah'a akbar? Həmin o qardaş deyir ki, mən deyir, bir aydan çox deyir, sübh namazına gedə bilmədim deyir. Fikir versəyiz. Sanki onu belə cəmaat içində demişdi, Allah subhanətlə onu neynədi? Məhrum etdi. Ona görə gərək insan dilini qorusun, başqa şeylər danışmasın. Bir günləri xəlifələrdən biri deyir ki, oğlumla deyir, bir mədrəsədə deyir, Quran mədrəsəsində elə oldu ki, orada qalası oldum deyir. Bir xəlifə danışır. Oğlum deyir, gecə vaxtı deyir, durdu deyir, saat 2-də, 3-də. Gördüm deyir, uşaq durub, artıq 13-14 yaşında uşaq. Deyib ki, dəstəmaz alıb namaz qılıb. Uşaq. Deyib, ata deyib, bütün deyib, bu tələbələr, bu Quran əzbəriyən tələbələr, hamısı yatırlar. Bir də məndən başqa. Fikir versin, mən durmuşam, gizli namaz qılıram. Atası ona gözəl tərbiyə verir orada. Rahiməhullah. Deyir ki, ay oğlum deyir. Kaş ki deyir, sən də yataydın deyir onlarla. Belə deyir, sonra başlayıb başlamağa. Deyir, bax, onlar deyir, gecə işə namazını qılıblar. Yatırlar, sübh namazına kimi. Fəcr namazına duracaqlar mı onlar? Deyir, əlbəttə ki, ata. Deyir, fəcr namazına duracaq, hamı cəmaat namaz qılacaq. Və gecə namazı da onlara vacib deyil. Gecə namazı sünnə müvaqqədə, vacib deyil, elə deyil mi? Fərzi yerinə yetiriblər. Bax, onların yatmaqları, ola bilsin ki, onlar üçün ibadətdir. İbadətdir. Səhər-səhər dursunlar, sübh namazını qılacaqlar.
Sonra yenə başlayacaqlar nə etməyə? Quranlarını əzbərləməyə. Amma sən deyir, durdun, gör neçə nəfərin haqqına girdin, subhanallah. Dedin ki, bunlara bax, hamısı yatdılar, mən durmuşam. Buradan özündən ucub gələcək, özünü bəyənəcəksən. Neçə dənə fəsadlar oldu, düzdür? Ona görə subhanallah, dili qorumaq lazım. Sən kimiz haqqında nəsə deyirsən, bir gün ibtala olacaqsan o sözə görə. Kimiz haqqında nəsə edirsən, elə sənin qarşına gələcək. Allah daha doğrusunu bilir. Evet.